Salam əziz, dəyərli izləyicilər. Bugün sizə Qoç bürcünü təqdim edirəm. Biraz üzürü sayın, biraz naxoşlamışam, xəstələnmişəm boğazımdan. Ona görə biraz üzürü sayın mənə əzizlərim. Bax, əziz qoçlar, bu həftə enerjiniz sanki çəngə çıxmağa hazır bir döyüşçünün ruhunu xatırladır. Bax, həftənin ilk günlərində içinizə yığılan sözlər var. Üzə çıxmamış gərginliklər, susduğunuz duyğular birdən-birə sizi partlama nöqtəsinə gətirə bilər. Amma unutmayın, ağıllı döyüşçü hər zaman fürsəti gözləyər. Bu həftə sizi sınaqlarla dolu, amma bir o qədər də fürsət qapılarını aralayan hadisələr də gözləyir. Elə insanlar var ki, əzizim, siz fərqində olmadan sizi sınağa çəkə bilər, zəif nöqtənizi tapmağa çalışa bilər. Yəni, özünüzü qorumağın yeganə yolu soyuqqanlı olmaq, daxili gücünüzü kənardan görünən aqressiyaya çevirməmək. Bu həftə ailə içində görünməz gərginliklər sizi biraz narahat edə bilər. Əgər evdə yaşlı bir ailə üzvü varsa, onların dediklərinə qarşı səbirsiz davranmaq riski var sizdə. Çünki diqqətli olun, bir cümlə ilə qırılan münasibətlər aylarla bərpa olunmaz. Əgər evli qoçsunuzsa, həyat yoldaşınla aranda bir sükut dövrü ola biləcək. Bu sükut sakitliyin qorunması üçün lazım olan nəfəsdir. Ya da ki, partlayışa hazırlıq kimi bir sakitlikdir. Hansı yönə olacağını sən müəyyənləşdirəcəksən. Subay qoçlar üçün isə ailə içində evlənmək, gələcək planlar gələcəkdə kiminlə olacağından bağlı açıq bir gizli təzyiqlər ola bilər. Əgər ailə içində sizin azadlığınızı boğmaq istəyən biri varsa, bu həftə onlarla psixoloji qarşıdurma yaşana bilər. İş həyatında səssizcə sizi izləyən, sizin uğurunuzu öz içində həzm edə bilməyən bir nəfər var. Ola bilər ki, bu şəxs səndə dost görünər, amma sən işdə hər addımını düşünərək atmalısınız. Yəni, sizin danışdığınız, etibar etdiyiniz, hər söz gələcəkdə sənə qarşı silaha çevrilə bilər. Yəni, ağzından çıxardan hər bir sözə fikir verin bu həftə. İş yerində kiçik münaqişələr, haqsızlıqlar, narazılıqlar baş qaldıra bilər. Amma sizin üstünlüyünüz, təcrübəniz, soyuqqanlı yanaşmağınız olacaq. Kimlərəsə təhrik etməyə çalışacaq. Lakin unutma, bu həftə reaksiya verməmək ən böyük qələbədir sizlər üçün, əzizim. Bax, başqa ölkə, başqa şəhəri dəyişə bilərsiniz. Bu başlanğıc sizə gözəl gələ bilər. E hərfindən gözəl xəbərlər gələ biləcək. Ailənizlə ailənizdə bir küskünlük varsa da, bu küskünlük ortadan qalxa biləcək. Bir qarşılaşma ola bilər, birilərlə barış ola bilər. Nə istəyirsinizsə, yavaş-yavaş həyatınızda onu əldə edə biləcəksiniz. Uzaqdan gözlədiyin xəbər gələ biləcək, ya sənəd məsələsi varsa da, gələn xəbərlər qərar dəyişikliyi edə biləcəksiniz. Üzünüz güləcək, önünüz açılır. Düşündüyün birilərlə barışmaq istəyirsiniz, onu da bilmədiyin var. Ya zəng ola bilər, ya da görüşünüz ola bilər. Görüşüb nəyisə həll eləyəcəksiniz. 2 nəfərlə görüşünüz ola biləcək. Bir məsələni bitirəcəksiniz. Alacağınızı alacaqsınız, verəcəyinizi verəcəksiniz. Sənəd məsələsini həll edirsiniz. Ailənizdən birisi gözəl xəbər gətirir, iş yerini dəyişirsiniz. Biriləri sizi axtarır. Bir çıxmazın içindən çıxacaqsınız. İlahi ədalət sizinlə olacaq. Ağıllı, zəkalı insanlarla gözəl söhbətlər, bacarıqlarınız, yeni anlaşmalar, imza atmaq, yaxın çevrənlə, qohumlarla, sevdiklərinlə yaxın kontaktlar qura biləcəksiniz. Fikir alış-verişləri edə biləcəksiniz. Daha da xoşbaxt şeylər paylaşacaqsınız. Eyni zamanda bəziləriniz yeni maşın ala bilərsiniz və ya maşınınızı satıb yeni bir maşın ala bilərsiniz, əzizim. Əliniz, qolunuz güclənəcək. Dediqodulara o dəqiqə inanmayın. Söz danışan insanlara, bəzilərinə inanmayın. Bu sosial medianın yanlış danışıqlar ola bilər. Hər kəsə yanlış danışan insanların hər kəsə yol açmayın. Əsəbləşdinizsə, çalışın altdan alın. Öz bacarığınızı ön plana keçirirsiniz. İyun 17-sinə qədər inanın, sevgi həyatınız şanslı olacaq. Önünüzdəki həftədə maddi, mənəvi, gözəl gəlirləriniz. Çünki önünüz açılır, əzizim. 2 ildir ki, bəzilərinizdə sevgi həyatı tapa bilmirsiniz. İyun ayından gözəl olacaq, parlayacaqsınız. Mənəvi şəkildə,
dəyərləndirəcəksiniz. Liderlikiniz ola biləcək. Sizə aid olanı, yəni aid olan tərəfə yönəlirsiniz. Zehniniz açıq, dəyərləndirəcəksiniz. Biraz sadə, səbirli olun, çalışın. Yeni şeylər öyrənəcəksiniz. Zehniniz güclənir. Gücünüzə güc qatacaqsınız. Dəyər verən insanları sevəcəksiniz. Ya kişi, ya qadın fərqi yoxdur. Dəyər verənlərlə otura biləcəksiniz. Elə bir işin sonunu etmək istəyəcəksiniz. Birilərlə bir işin sonunu, birindən bəlkə də dəstək alacaqsınız. Duyğularınız gözəl ola biləcək. F hərfindən dəstək ola bilər. Və ya borc vermişsinizsə borcunuz geri dönə biləcək. E hərfi biriləri həyatına girə bilər. Gözləmədiyiniz qapıları açılacaq sizlər üçün. İstəmədiyin bir durum çözüm edəcəksiniz. Bir durumun arasından çıxacaqsınız. Uzaq məsafədə olan qohumlar gündəminizə gələ biləcək. Birindən qırıla bilərsiniz. Biraz sağlığınıza, bağırsaq, mədə bağırsağa diqqət edin, dedikodular. Elə bir, bax, bu həftə nəzərə gələ bilərsiniz. İynələyici sözlərə məruz qala bilərsiniz. Bir çətin yola, bəzi şeyləri öyrənmək üçün təkrarən həyatınıza gələn məsələlər ola bilər. E hərfinlə görüşünüz ola biləcək. Bəzən özünüzü çox günahlandırırsınız. 2 dövlət qapısından bir iş gəlir sizə xəbəri. İş, karyera çətinliklər olsa da belə bir dəyişim ola biləcək. Qəşəng, xeyirli dəyişimlər ola biləcək. Biraz xəstələnə bilərsiniz. Sağlığınızla əlaqəli narahatçılıq var. Biraz özünüzə diqqət edin. Yəni, anidən sizi əsəbləşdirə bilərlər. 5-6 nəfər arasında söhbət edəcəksiniz. Sizə aid olmayan söhbət olduğunu hiss edib kənara çəkiləcəksiniz. Güclənəcəksiniz, qüvvətlənəcəksiniz. Bəzən beyniniz qarışa bilər, əlinizdən biraz maddiyyat çıxa bilər, göz aydınlığınız da ola biləcək. Bəzi gözəl işləriniz gerçəkləşəcək, iş birliyi edirsiniz, qarşı-qarşıya qaldığın olmuş bir işlər, bir birlik edəcəksiniz, bir sənədə qol çəkirsiniz. Daha diqqətli olacaqsınız bu həftə imzalarda. Önəmli sınaq verə bilərsiniz. Ağlınıza önəmli fikirlər gələrək addım atacaqsınız. Gözəl dəstəkləriniz ola biləcək. Gözləntiləriniz var, gec ola bilər gözlədikləriniz. Biraz səbirli olun. Fikirlər sayəsində təmiz bir nöqtəyə gələcəksiniz. Göz önündə olmaq istəyəcəksiniz. Bir köçməniz ola bilər. Və ya ola bilər iş yerində ofisdən başqa bir ofisə, yəni bu işdən başqa bir işə keçə bilərsiniz. Durmadan irəli gedəcəksiniz, düşünürsünüz. Bəziləri sizi qıra bilər, bir qırğınlıq ola bilər aranızda. Yəni, arxancan iş çevirənlər var. Bəzilərdən uzaqlaşmaq istəyirsiniz. Zəifliyinizi görmək istəyənlər var. Hərdən səbirsiz ola bilərsiniz. Əngəl olanda da bəzi əngəl olaraq bəzi insanlardan qırıla bilərsiniz. Öfkə partlayışı ola bilər. Qırıldığınız yerdən çox həssassınız. İçində bir boşluq kimidir. Ruhən, bədən bir, yəni ruhən yorulmusunuz. Amma yavaş-yavaş keyfiniz yaxşıya doğru gedəcək, dəstəyiniz ola. Bir xəyalınızdan vaz keçdiniz. Ümid etdiyiniz insana çox zaman peşmanlıq verdi sizə. Qız bürcündən olan biriləri və şir bürcündən olan biriləri rəqabət apara bilər sizinlə, ya onun haqqında bir qərar verəcəksiniz. Çarəsiz günləriniz oldu, təklifləriniz olacaq. Bəzi təklifi geri çevirdiniz, müjdəli xəbərləriniz gəlir. Pozitiv düşünərək gözəl addımlar atırsınız. Birilərlə öz hədəfinizə doğru gedərək birilərini çox düşünürsünüz elə bir. İş yerində biraz diqqətli olun. Həzm etməyə bacarmayan insanlar var sizə qarşı. İş yerində kiçik münaqişələr ola bilər. Yəni, sizin özünüzün ünsiyyətiniz, təcrübələriniz, soyuqqanlı yanaşmağınız ola biləcək. Kimsələrə sizi təhrik etməyə çalışacaq, lakin unutmayın. Bu həftə reaksiya verməmək ən böyük qələbə olacaq sizlər üçün. Əgər iş axtarırsınızsa və ya yeni bir layihə düşünürsünüzsə, bu həftə sizə keçmişdən tanış olduğun, amma unudulmuş bir əlaqə kömək edə bilər. Yəni, keçmiş qapılar yenidən açıla bilər siz üçün. Yəni, qohumlar, qonşular tərəfindən gözəl görünə bilər, amma zəhərli danışa bilərlər bu həftə. Yəni, bu həftə qohumların, qonşuların arasında sizi tənqid edən, arxandan danışan bir-iki nəfərin varlığını hiss eləyəcəksiniz. Hətta bəziləri maddi durumunuzla, şəxsi həyatınla bağlı rəy bildirməkdən çəkinməyəcək. Bu da səni narahat edə bilər, əzizim. Bax, bəzi qohumlar sizin həyatınıza gizli müdaxilə etmək, münasibətlərinizi yönləndirmək istəyəcəklər. Siz bu həftə onların davranışına yumuşaq cavabla
sərhədlər qoymalısınız. Əgər bu həftə hansısa ailəvi, yəni məclis, qonşu yığıncağı və ya birlikdə zaman keçirmək məcburiyyətində qala bilərsiniz. Ağzınızdan çıxan hər sözə diqqət edin. Çünki hər dediyin başqasının dilində fərqli şəkildə təhrif oluna bilər. İntriqalar, gizli oyunlar, arxamdan çevrilən planlar, bəzən susmaq qazanmaqdır sizlər üçün. Bu həftə məhz bu deviz sənin xilas yolun ola bilər əzizim, əziz qoç. Səni sevməyən, amma gülümsəməyən, yəni gülümsəyir, amma sevməyən insanlar var. Xüsusilə keçmişdə sənə qarşı uğursuz olan biriləri bu həftə yenidən həyatına girməyə və ya sənin haqqında kiminsə yanında məharətlə danışmağa çalışacaq. İş və şəxsi həyatında bəzi məlumatların gizli şəkildə yayılması, sənə qarşı yönəldilmiş ehtimalları var. Bu səbəbdən telefon danışıqlarına, mesajlara, sosial şəbəkələrdə yazdığın statuslara, kimə nə dediyini 2 qat diqqət göstərməlisiniz, çalışın bax. Bu həftə dost dediklərin içində səni içində çəkə bilməyən üzə çıxa biləcək. Amma bu sənin üçün bir yəni itki deyil, əksinə maskaların düşməsi üçün bir fürsətdir. Yəni onların iç yüzünü görəcəksiniz, sevinin əzizim. Bu həftə bir anda gözünə adi görünən bir gəlir fürsəti. Əslində sənin üzün uzun müddətli, üzr istəyirəm, qazanc planlarının başlanğıcı ola biləcək. Amma burada bax, təhlükə də var. Qısa müddətdə çox pul qazanmaq vəd verən bir nəfər sənə təkliflə gələ bilər. Bax, bu işə riskdir, baxın, aldanmayın, ehtiyatlı olun. Yəni, aldanma ehtimalı yüksəkdir burada. Əgər kredit, borc və ya alqı-satqı məsələləri varsa, sizə əvvəlcə siz araşdırın, sonra qərar verin. Yəni, maliyyə alım-qoyum deyil, elə biraz düşünün, analiz edin. Bax, elə bir həftədir siz üçün, düşünün. Yəni, münasibətlərdə, sevgi münasibətlərində, sevgi həyatında deyərdim ki, sizi anlayan varsa da çox azdır. Əgər həyatında biri varsa, bu həftə onunla psixoloji bağlılığın nə qədər güclü olduğunu hiss edəcəksən. Amma bir məsələ var. Elə bir sənin ehtiyaclarınla onun verdiyi arasında fərq böyük ola bilər. Qırılma nöqtəsi bu, yəni fərqləri necə idarə etməyindən asılıdır. Subay qoçsansa, əzizim, bu həftə keçmiş sevgi ilə bağlı xatirələr canlana bilər. Yəni sizi izləməsi, sizə mesaj yazması, adının bir yerdə hallanması mümkündür. Çalışın, tələsməyin, səbirli olun, diqqətli olun. Bu həftə həyat sizə deyir ki, sürətli qaçma, düzgün get. Hər şey tez olsun deyə atdığın addımlarla təhlükə yarada bilərsiniz. Lakin siz nə qədər yavaş getsiniz, səbirli olsaz, bu həftə sizi uğura apara biləcək. Məlumat paylaşmaqlarını məhdudlaşdır. Əsl dostla yalan dostu ayrı çalır. Bu həftə siz üçün bir dönüş nöqtəsi ola biləcək. Həm düşmənlərini tanıyacaqsan, həm də kimlərin yanında sakit ola biləcəyini anlayacaqsan. Amma unutma ki, dəyişiklik səbr istəyir əzizim. Həftəniz də çalışın ki, uğurlarla keçsin. Dinlədiyiniz üçün, vaxt sərf etdiyiniz üçün əzizlərim, sağ olun, var olun. Biraz xəstə kimiyəm deyənə üzr hesablayın məni. Var olun, sağ olun əzizlərim.